أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين خالق خلائق الأجمعين الأول الآخر والظاهر الباطن والحي الذي لا يموت ثم الصلاة والسلام على البشير النذير والسراج المنير الطهر الطاهر المنصور المؤيد أبي القاسم محمد وعلى أهل بيته الطيبين الطاهرين المعصومين المنتجبين فلعنة الله على أعدائهم ومنكر فضائلهم أجمعين من الآن إلى قيام يوم الدين. أما بعد، قال الحكيم في كتابه محكم الكريم: بسم الله الرحمن الرحيم. وإذ بوأنا لإبراهيم مكان البيت ألا تشرك بي شيئا وطهر بيتي للطائفين والقائمين والركع السجود وأذن في الناس بالحج يأتوك رجالا وعلى كل ضامر يأتين من كل فج عميق. صدق الله العلي العظيم. وقال رسول الله صلى الله عليه وآله وسلم: الحجة ثوابها الجنة والعمرة كفارة لكل ذنب. صدق رسوله مختار النبي الكريم. والسلام عليكم ورحمة الله وبركاته. Əziz və hörmətli möminlər, cümə gününüzü təbrik edirəm. Uca Allahdan diləyirəm ki, bugün etdiyiniz bütün əməlləri öz mübarək və uca dərgahında ali dərəcədə qəbul etsin. Bugünkü cümə söhbətimizin mövzusu həcc ziyarətinin əhəmiyyəti haqqında olacaqdır. Bildiyiniz kimi, yavaş-yavaş biz həcc qurbanlıq mərasiminə yaxınlaşmaqdayıq və bununla əlaqədar olaraq istədim ki, bu günləri sizinlə həcc ziyarətinin əhəmiyyəti, həccin tarixi və bu məsələyə aid olan bəzi nüanslara toxunaq. Həcc ziyarətinin təkcə şəriətimizdə deyil, eyni zamanda o ziyarətin ictimai və psixoloji yönlərinə də diqqət göstərək. Bildiyiniz kimi, həcc ziyarəti İslamda Qur'an və sünnə yolu ilə fərz edilmiş ən mühüm ziyarətlərdən biridir. Həcc ziyarəti elə bir ziyarətdir ki, əgər bir şəxs o ziyarəti inkar etsə, əgər bir şəxs həcc ziyarətinin Allah tərəfindən deyil, nəuzu billah, qədim əfsanələrin uydurduğunu iddia etsə, elə bir sanki namazı, sanki orucu, sanki bütövlükdə Qur'anı inkar etmiş şəxs kimidir. Səbəbi bu haqda olan Qur'an ayələri və mövzu ilə bağlı məsumlarımızdan nəql edilmiş səhih hədislərdir. Həcc ziyarətinin tarixi mənşəyi nə vaxtdan başlayır? Bu haqda əlimizdə olan hədis mənbələrində kifayət qədər məlumatlar vardır. Bu məlumatlara baxdıqda, o məlumatları, o rəvayətləri təhlil etdikdə görürük ki, həcc ziyarətinin vacib edilməsi, həcc ziyarətinin tarixi mənşəyi elə ilk insanla başlayır. Necə ki namaz, necə ki oruc ayinləri
ilk insan olan Həzrəti Adəm babamızla başladığı kimi, eyni ilə də həcc ziyarətinin biz tarixinin elə ilk insanla başladığının şahidi oluruq. Dedik ki, bu haqda əlimizdə kifayət qədər mötəbər, səhih hədislər vardır ki, o hədisləri böyük hədisşünaslar öz əsərlərində toplayıblar. Həcc ziyarəti ilk olaraq Adəm əleyhissalama fərz buyurulmuşdur. Bu haqda İmam Cəfər-i Sadiq və atası İmam Məhəmməd Baqirul Ulum əleyhissalamdan nəql edilmiş bir çox rəvayətlərdə göstərilir ki, elə ki, Həzrət Adəm əleyhissalam cənnətdən çıxarıldı, o Ərəfat çölündə Həvva ilə görüşdü, hərəsi bir istiqamətə göndərilmişdir bir rəvayətə görə. Ərəfat çölündə bir-birlərini tanıdılar. Ərəfə sözünün bir mənası buradan əmələ gəlib. Başqa bir rəvayətdə göstərilir ki, Həzrət Cəbrail əleyhissalam Adəm əleyhissalama nazil oldu. Adəm əleyhissalam indiki Ərəfat çölündə idi və ona həccin ayinlərini öyrətdi. Öyrətdikdən sonra Adəm əleyhissalama həl ərəftə, öyrəndinmi, bildinmi deyə sual ünvanlayır. Adəm əleyhissalam da ərəftu deyə, yəni başa düşdüm, bildim deyə cavab verir və o vaxtdan Ərəfat çölünün adı qalır elə Ərəfat. Bu da başqa bir rəvayətdir. Bu rəvayətləri qeyd etməkdə məqsədimiz ondan ibarətdir ki, hər kəsə məlum olsun ki, həccin ayinləri, həccin fərz olunması, bir sözlə həccin tarixi mənşəyi elə məhz Adəm əleyhissalamla başlamaqdadır. Əlbəttə ki, növbəti mərhələlərdə biz bilirik ki, dini ayinlərimizdə müəyyən dəyişikliklər olub formada. Məsələn, əldə olunan bəzi rəvayətlərə görə gündəlik namazların sayı 51 rəkət idi, yəni Həzrəti Musa əleyhissalamın dövründə. Amma sonraki mərhələlərdə bu başqa bir formada, başqa bir sayda vacib edildi. Yəni sözümün canı ondan ibarətdir ki, biz bilirik ki, bəzi ayinlərdə, dini ayinlərimizdə forma dəyişə bilər, amma məzmun məlumdur. Məzmun Allahı tək bilmək, ona ibadət etmək, onun əmrlərini icra etməkdən ibarətdir. Həcc ayini də Adəm əleyhissalama vacib buyurulub. Adəm əleyhissalam təvaf edib, orada ibadət edib və s. Amma sonraki bir çox ayinləri biz görürük ki, Həzrət İbrahim əleyhissalamın adına bağlıdır. Doğrudur, əldə olunan rəvayətlər Adəmdən sonra Həzrəti Şis və ya Şeys tərəfindən də icra olunduğu, ondan sonraki mərhələlərdə Həzrəti Nuh əleyhissalam tərəfindən o ayinlər icra edildiyi haqqında hədis mənbələrində rəvayətlər öz əksini tapmışdır. Amma biz bilirik ki, indicə diqqətinizə çatdırdığım mübarək ayə Həcc surəsinin 26-27-ci ayələri idi. Bir çox həccin ayinləri elə məhz Həzrət İbrahim əleyhissalamın adına bağlıdır. Ayə nə buyurur? Ayə buyurur ki, ey Peyğəmbər, yadına sal ki, bir zaman İbrahimə Kəbənin yerini bildirib
belə dedik: Mənə heç bir şeyi şərik qoşma, evimi təvaf edənlər, namaza duranlar, rükû və səcdə edənlər üçün təmizlə. İnsanları həccə çağır ki, onlar sənin yanına piyada və uzaq yoldan hər cür arıq dəvələr üstündə gəlsinlər. Əgər diqqət etdinizsə, bu ayə o cümlədən Ali İmran surəsində keçən bəzi ayələrdə Həcc ayini İbrahim əleyhissalamın adına bağlanır. Doğrudur, bəzi tədqiqatçılar belə güman ediblər ki, elə həcc ayini Həzrət İbrahim əleyhissalamla başlayır. Amma biz indicə diqqət elədiyimiz bu ayəyə baxsaq, görərik ki, Allah ayədə bəvvə'na ifadəsindən, sözündən istifadə edir. Bu da hansısa bir məkanın bəlli edilməsi mənasını bildirir. Belə çıxır ki, Kəbə evi əvvəlcədən var idi, itib batmışdı. Onun yeri Allah tərəfindən Həzrət İbrahimə bildirilir və İbrahim oğlu İsmail ilə birlikdə Kəbə evini təmir edir, onun binasını ucaldır və orada ibadətlə məşğul olur. Deməli, həccin tarixi mənşəyinə baxdıqda bir daha görürük ki, bu ayin başlayıb Həzrət Adəmlə müxtəlif formalarda bu ayin insanlar, Peyğəmbər tərəfindən icra edilib, lakin onun təkmilləşdirilməsi itib batmış Kəbə evinin yenidən ucaldılması məxsusdur Həzrət İbrahim və oğlu İsmail əleyhissalama. Beləliklə, Həzrət İbrahim əleyhissalam Kəbə evini ucaldır və orada həcc ziyarətində olanlar görüblər, məqam-ı İbrahim var. Bir daşdır, Həzrət İbrahim əleyhissalamın ayağının izləri o daşın üzərində həkk olunmuşdur. Həmən məqam da Allah tərəfindən Qur'an-ı Kərimdə mübarək bir məqam kimi təsvir edilir. Fəttəxizu min məqam-ı İbrahimə musalla. Qur'an buyurur ki, İbrahimin məqamını özünüzə ziyarətgah götürün. Burada incə bir həm də mesaj var. Bəzi insanlar ki, deyirlər, filan yerlərdə namaz qılmaq şirkdir, bütpərəstlik əlamətidir və s. və ilaxır. Elə bu ayə onlara ən güclü dəlildir ki, deyək, Qur'an Həzrət İbrahim əleyhissalamın ayaq izi olan daşın həndəvərində, o daşın arxasında namaz qılmağı bizə vacib etmişdir. Ona görə də bütün fəqihlərin nəzəri bundan ibarətdir ki, təvaf edən şəxs təvafdan sonraki 2 rükət təvaf namazı qılır, vacibdir ki, namazı həmən o daşın arxasında qılsın. Əlbəttə ki, istisna məqamlar var. Məsələn, izdiham səbəbindən bir insan orada namazını qıla bilməsə, digər bir yerdə qıla bilər. İstisnanan işimiz yoxdur. Ayə açıq-aşkar şəkildə buyurur ki, İbrahimin məqamını özünüzə musalla, yəni namazgah götürün. Və həccin digər bəzi ayinləri, o cümlədən qurban kəsmək ayini. Bilirsiniz ki, İbrahim əleyhissalama Qur'an-ı Kərimdə oğlu İsmaili qurban kəsmək vacib edilir. Bu ayəni düzgün şəkildə başa düşməyən, onu təhlil edə bilməyənlər belə bir iradla çıxış edirlər ki, necə ola bilər ki, uca Allah insanın insan tərəfindən qurban kəsilməsini əmr etmiş olsun. Əlbəttə ki, biz həm hədislər,
həm də böyük alimlərin verdikləri təhlilləri diqqətlə incələsək, görərik ki, burada çoxlu incə məqamlar vardır. Birincisi, Həzrət İbrahim əleyhissalamın dövründə insanın insan tərəfindən qurban kəsilməsi ayini var idi. Ümumiyyətlə, tarixlə, kulturologiya deyirlər, mədəniyyətşünaslıqla məşğul olan, o sahədə kitab oxuyanlar yaxşı bilirlər ki, qədim dövrlərdə, Babilistanda, Misirdə və s. xüsusi ayinlər var idi. Məsələn, Misirdə ildə bir dəfə Nil çayı daşan zamanlarda ən gözəl bir xanımı həmən çaya atar, orada yaşayan heyvanlara, timsahlara yem edərdilər ki, Nil çayı daşıb fəsad verməsin. Əfsanə olsa da inanc idi. O dövr insanların inancı idi. Və yaxud da Allaha nəzir edəndə övladlarından birini qurban olaraq nəzir edirdilər. Tarixdə bu çox qeyd edilib. Deməli, Allah Həzrət İbrahimə oğlunu qurban kəs əmri etməsi, sonra da həmin işin qarşısını almasının birinci səbəbi bu oldu ki, insanlara mesaj versin ki, insanın insan tərəfindən qurban kəsilməsi icazəli deyil. Allah belə bir şeyə əmr etməz, Allah belə bir şeyi bəyənməz. Sanki bu hadisəni Allah beləcə təsvir etməklə insanın insan tərəfindən qurban kəsilməsi ayinini bir dəfəlik olaraq ləğv etmiş oldu. İkincisi, İbrahim əleyhissalamın oğlunu qurban kəsməsi əmri bu ola bilər ki, Həzrət İbrahim əleyhissalam İsmaili çox istəyirdi. Bilirsiniz, İsmail Hacərin və ya Həcərin oğludur. İbrahim əleyhissalam Sara ilə evli idi. Uzun müddət övladı ümumiyyətlə olmamışdı. Quranda da bu təsvir olunur. İbrahim əleyhissalam Hacərlə evlənir, ondan oğul dünyaya gəlir. Həzrət İsmail əleyhissalam çox yaraşıqlı bir oğul olur. Rəvayətlərdə bu əksini tapıb, İbrahim əleyhissalam çox məhəbbət bəsləyir Həzrət İsmailə, oğluna. Allah İbrahimi imtihan eləmək üçün onun qurban kəsilməsini İbrahimə əmr edir. İbrahim əleyhissalamın imanının, Allaha olan etiqadının biraz da izhar olunması üçün, mələklərə bildirilməsi üçün həm də Allah bu əmri ona əmr edir. Həzrət İbrahim əleyhissalam oğlu İsmailə gördüyü yuxunu, röyanı danışan kimi Həzrət İsmail əleyhissalam atacan sənə nə əmr olunursa onu da et deyə buyurur. Burada çox incə mətləblər var. Birincisi, Həzrət İbrahim əleyhissalamın maddi aləmdə ən çox istədiyi bir varlığı gözünü qırpmadan belə Allah yolunda fəda etməyə hazır olması məsələsi. İkincisi, 13 və ya 14 yaşlı yeniyetmə olub İsmail əleyhissalam. Rəvayətlərdə belə əks olunur. Burada, bu yaşda olan bir övladın səni qurban kəsəcəyəm, sənin başını kəsəcəyəm deyən atanın əmri qarşısında necə təslimiyyət nümayiş etdirməsi. Görün, Həcər İsmaili elə bir şəkildə tərbiyə etmişdir ki, ata deyir başını kəsəcəm, oğul deyir sənə nə əmr olunursa onu da et. Həzrət İsmail əleyhissalam bizim övladlarımız üçün çox gözəl bir nümunədir. Quran özü də bunu buyurur.
İbrahim və onunla birlikdə olanları özünüzə nümunə götürün. Quran bir neçə şəxsi özümüzə nümunə götürməyi göstəriş verib. Onlardan biri Peyğəmbərimizdir, digəri isə İbrahim və onunla birlikdə olanlar, yəni Həzrəti İsmaildir. Deməli, 13 yaşlı, 14 yaşlı bir yeniyetmənin ata qarşısında atanın özü də çox ağır bir əmri, ağır bir göstərişi, hansı ki o əmr, o göstəriş övladı canından edəcəkdir. Belə bir təslimiyyət nümayiş etdirməsi həqiqətən də övlad tərbiyəsində bizim üçün çox gözəl bir nümunədir ki, biz övladlarımızı çalışaq Həzrəti İsmail əleyhissalamın timsalında tərbiyə edək. Beləliklə, İbrahim əleyhissalam oğlu İsmaili Mina çölünə aparır və orada məlum hadisə baş verir. İbrahim əleyhissalam hətta rəvayətlərdə göstərilir ki, bıçağı o qədər iti eləmişdi ki, bircə dəfə çəkə onun boğazına. Lakin bir neçə cəhd bıçaq kəsmir və nəhayətdə Həzrəti Cəbrail əleyhissalam bir qoçu qurbanlıq olaraq Həzrət İbrahimə gətirir ki, onu kəssin. Qur'anda bir ayə var və fədəynahu bi zibhin azim. Biz onu başqa bir böyük qurbanlıqla əvəz etdik. Bu ayənin təfsirin bizim böyük alimlərimiz bütün incəliklərinə qədər təhlil eləyiblər. Bu qurbanlıqda məqsədin kimin olması haqqında əlimizdə hədislər var. İnşallah məhərrəmlik söhbətində o hədislərə işarə edərik. Beləliklə, İbrahim əleyhissalam gətirilmiş qoçu qurban olaraq kəsir və o vaxtdan bəri Mina çölündə həccin ki 18 vacib edilmiş əməli var. O əməllərindən də biri qurban kəsməkdir. O ayin İbrahim əleyhissalam tərəfindən Allah onların ayinini, onun o sünnəsini bütün insanlara yaşatmaq üçün sonuncu Peyğəmbərimizə də, onun ümmətinə də əmr etmişdir. Nəinki Həzrət İbrahim əleyhissalamın bir Peyğəmbər olaraq gördüyü işlər, özündən sonraki qiyamətə qədər olan bütün insanlara vacib edilib. Hətta yoldaşı Hacərin və ya Həcərin belə etdiyi əməlləri özündən sonra gələn bütün peyğəmbərlərə və bütün ümmətlərə vacib etmişdir. Baxın, Həcər nə peyğəmbərdir, nə imam. Səfa və Mərva dağları arasında səy edirik. Həcdə olanlar bilirlər. Həmən səy Həcərin etdiyi əməldir. Bilirsiniz, İbrahim əleyhissalam gətirib Həcərlə İsmaili Kəbənin qırağında yerləşdirir. Onlar alaçıq, onlar üçün bir kölgənəcək, xeymə kimi bir şey düzəldir. Kəbə evinə bitişik. Baxın, burada da bir incə nüans var ha. Allah o alaçıqda edilmiş ibadətlərin ixlasına görə Həcərin o alaçığını, o xeymiyə oxşar nəyini öz evinə birləşdirdi. Əgər bir adam həcc ziyarətində həmən Hicri İsmail deyirlər, o yeri də təfafa daxil etməsə, təfafı batildir. Yəni biz təfaf edəndə Kəbə evinin başına dolananda həm də o Həcərin evinin başına dolanmış oluruq. O evdə olunan səmimiyyət, o evdə olunan xalis ibadət səbəb oldu ki, Allah onu da öz evinə qoşsun, sonraki mərhələdə bütün peyğəmbərlər və onların ümmətinə
əmr etdi ki, Həcərin də evinə təvaf edəcəksiniz. Kəbə ilə birlikdə oranı dolanmaq, təvaf etmək, sonra isə 2 rükət təvaf namazı qılmağı fərz buyurdu. Deməli, bir evin bəri, bəzəyi, bahalı qapıları, pəncərələri Allah dərgahında bir şey deyil. Allah dərgahında o evlər dəyərlidir ki, o evlərdə səfa və səmimiyyət vardır. O evlərdə təqva və iman vardır. O evlərdə Allahın və onun izin verdiyi şəxslərin adları çəkilməkdədir. Uca Allahı and verək öz izzət-i cəlalına, bizim də evlərimizi o evlərdən qərar versin. Və həcc ziyarəti təkcə dini məsələlər üçün nəzərdə tutulmayıb. Həcc ziyarətinin özünə məxsus çoxlu sosial, çoxlu iqtisadi, çoxlu həm də psixoloji faydaları vardır. Baxın, sanki Allah biz müsəlmanlara ildə bir dəfə böyük bir beynəlxalq konferans təşkil eləyir. İldə bir dəfə dünyanın müxtəlif bölgələrindən, Avropa, Amerika, bütün ölkələrdən ora müsəlmanlar axışırlar. Həmən müsəlmanların oraya toplaşması sanki ildə bir dəfə bir ilahi konferans keçirilir. İndi işimiz yoxdur, nə dərəcədə bəhrələnirik, nə dərəcədə müsəlmanlar orada bir-birləri ilə mədəni cəhətdən, iqtisadi cəhətdən və digər cəhətlərdən fayda aparırlar, aparmırlar, o başqa bir problemdir. Söhbət burada bu dini ayinin mədəni, iqtisadi, sosial faydalarından gedir. İnsanlar oraya toplaşmaqla sanki mədəni inteqrasiyaya bir təkan vermiş olurlar. Hərə bir bölgədən, bir ölkədən gəlir, toplaşır ora, hər kəs öz mətbəx mədəniyyətini, öz geyim mədəniyyətini, özünün ölkəsində olan mədəniyyətin digər bütün sahələrini orada kənar yerlərdən gələn insanlarla birlikdə bölüşürlər, bir-birlərindən faydalanırlar. Deməli, həcc ziyarəti təkcə bayaq xutbənin əvvəlində ki, oxudum, Peyğəmbərimiz buyurur, həcc ziyarəti, onun savabı cənnətə səbəbdir. Ümrə ziyarətinin savabı bütün günahları bağışladar, təkcə bundan ibarət deyildir. Həm də bizim dünyamız üçün çoxlu sayda faydaları vardır. Və bütün bunlarla yanaşı həcc ziyarətinin aparılan tədqiqatlar göstərir ki, bir çox psixoloji faydaları da vardır. Həcc ziyarətinə gedən insanın stresi azalır. Çünki yeni bir aləmə sanki qədəm qoyur, yeni insanlarla orada görüşür, onlarla həmsöhbət olur və nəticədə bu insanın stresi, başında, beynində olan o mənfi informasiyalar həmən o görüşlər nəticəsində, necə deyərlər, darmadağın olmuş olur. Həcc ziyarətinin həm də bir mənəvi faydası vardır. İnsanlar bacardıqları qədər ildə bir dəfə və ya neçə ildən bir həcc və ya ümrə ziyarətinə getsələr, öz mənəviyyatlarının nə qədər inkişaf etdiyinin şahidi olarlar. Çünki Kəbə evində qılınan o namazın savabı 10.000 rəkətə bərabərdir bəzi hədislərdə. Kəbə evində edilən o təfafın və digər ayinlərin elə bir mənəvi gücü vardır ki, o güc yalnız orada alına bilər. Başqa yerdə o gücü, o mənəvi faydanı götürmək ümumiyyətlə mümkün deyildir. Dedik ki, Kəbə evinin ziyarətinin həm də sosial faydaları vardır.
insanlar iqtisadiyyatlarını sanki inkişaf etdirmiş olurlar. Əlbəttə ki, bütün bunlardan əlavə hər bir insanın həyat tərzində yeni bir lövhə açılır, yeni bir səhifə açılır. Elə hacı adının özü də mübarək bir addır. Siz o bəzən deyirlər ki, harda yazılıb hacı sözü, gedib gələnə hacı deyirsiniz. Bizim işimiz yoxdur, kim necə gedib gəlib. Onun əməli uca dərgahda qəbuldur ya yox, onu Allah və o bəndənin özü bilər. Amma bir insanın bir cəmiyyətdə hacı adına layiq görülməsi həm onun özü üçün bir, necə deyərlər, sosial, psixoloji yöndən bir statusdur, həm də cəmiyyətdə yaşayan insanlar üçün. Əgər o hacı Peyğəmbərimizin də buyurduğu kimi özünü normal şəkildə apararsa, o özü cəmiyyətdə bir örnəyə çevrilə bilər. Bütün bu dediklərimiz onu göstərir ki, əziz möminlər, sözün həqiqi mənasında həcc ziyarətinin İslam tarixində, İslam şəriətində çox böyük, çox faydalı bir, necə deyərlər, dəyəri vardır. Ona görə də uca Allahı and verək, öz izzət-i cəlalına xatir Kəbə evinin ziyarət edilməsini bizə nəsib etsin. Uca Allahı and verək, o Kəbə evinə, orada edilmiş ibadətlərə xatir gedənlərin əməllərini getməyənlərə də nəsib edib onların da əməllərini qəbul dərəcəyə yetirsin. Uca Allahı and verək, öz izzəti cəlalına xatir bizim bu günlər, bu cümə günü mübarək bir gündür, seyyidül əyyamdır hədislərdə, bütün günlərin ağasıdır. Bu gündə etdiyimiz bütün ibadət və itaətləri öz mübarək dərgahında qəbul dərəcəyə yetirsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.